Sumqayıt şəhərində yaşıllıq zolaqlarının qorunması, mövcud ağacların sağlam saxlanılması və şəhərin ekoloji mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlər fasiləsiz davam etdirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları şəhərin müxtəlif ərazilərində geniş miqyasda abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirib. Günün ilk saatlarından etibarən iş başında olan əməkdaşlar park, xiyaban, prospekt və küçələrdə əkilmiş ağac və kolların suvarılmasını həyata keçirir. Onların inkişafına mane olan qurumuş budaqları təmizləyir, yaşıllıqlara aqrotexniki qulluq göstərirlər. Xüsusilə yay mövsümündə yaşıllıqların qorunması məqsədilə suvarma işləri daha intensiv şəkildə təşkil olunur. Zeytun ağaclarına da xüsusi diqqət ayrılır. Ağacların budanması, formaya salınması, qurumuş hissələrinin təmizlənməsi və sağlam inkişafının təmin olunması istiqamətində ardıcıl işlər görülür. Görülən tədbirlər nəticəsində zeytun ağacları həm estetik görünüş qazanır, həm də daha sağlam inkişaf edir. Bununla yanaşı şəhərin müxtəlif ərazilərində qazon örtüyünə qulluq göstərilir, mövsümi güllər və dekorativ bitkilər becərilir, yaşıllıq sahələrinin təmiz saxlanılması üçün gündəlik nəzarət həyata keçirilir. Əməkdaşlar yaşıllıq zolaqlarında alaq otlarını təmizləyir, bitkilərin inkişafı üçün zəruri aqrotexniki tədbirlər görürlər. Son 6 ay ərzində həyata keçirilən tədbirlər nəticəsində Sumqayıtın park və xiyabanları daha səliqəli və baxımlı görkəm alıb. Şəhərin müxtəlif hissələrində aparılan kompleks yaşıllaşdırma işləri həm sakinlər, həm də şəhərə gələn qonaqlar üçün daha gözəl və rahat mühit formalaşdırır. Belə ki, son 6 ay ərzində 140 min çox illik, 120 min mövsümi güllər və dekorativ kol, 24 min ağac əkilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi bundan sonra da şəhərin ekoloji tarazlığının qorunması, yaşıllıq fondunun genişləndirilməsi və mövcud yaşıllıqlara yüksək səviyyədə qulluq göstərilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Görülən bütün bu işlər bir daha göstərir ki, Sumqayıtda yaşıllıqların qorunması və inkişafı daim diqqət mərkəzində saxlanılır. Şəhərin daha yaşıl, daha gözəl və daha ekoloji cəhətdən sağlam olması üçün Yaşıllaşdırma İdarəsinin əməkdaşları öz fəaliyyətlərini hər gün böyük məsuliyyət və peşəkarlıqla davam etdirirlər. Şəmstan Fikrətli, Elbrus İsmailov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.